اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم وفر فيه حظي من بركاته وسهل سبيلي إلى خيراته ولا تحرمني قبول حسناته يا حاضيا إلى الحق المبين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarək Ramazan ayının 19-cu gününün duası və onun qısa şərhi. Allahumma vəffir fihi həzzi min bərəkatih və səhhil fihi səbili ilə xeyratih və la təhrimni qəbul həsənatih ya hadiyən iləl haqqil mubin. Ey Allah, bugünkü günün bərəkətlərindən mənim həzzimi, mənim payımı bol elə, çox et. Ki, dəyərli bazı qardaşlarım, bugünkü gündə mübarək Ramazan ayının 19-cu gününün bərəkətlərini Allahdan diləyirik və bu bərəkətlərdən bizim payımızın çox olmasını, nəsibimizin çox olmasını Allahdan diləyirik. Bərəkət, subutul xeyr, davamul xeyr. Yəni bir xeyrin davamlı olmağı, istimrarul xeyr, daim yerində qalması, tükənməməsi, azalmaması mənasındadır. Allah Teala Qur'an-ı Kərimdə buyurubdur. Vələv ənə əhləl qura amanu vəttəqav. Əgər şəhərlərin, kəndlərin əhli, yəni insanlar Allaha iman gətirib və təqvalı olsalar, diqqət edək, iki səbəb Allah buyurur. Bir, iman gətirmək və sonra da təqvalı olmaq. Allahdan qorxub, qiyamət gününün hesabından qorxub, günah işlətməmək, insanların haqqını yeməmək, haramdan uzaq olmaq lazım. Əgər əhli qura, qəryələr, şəhərlər, kəndlər əhli olan, əgər insanlar Allaha iman gətirib və təqvalı olsalar, Allah Teala buyurur ki, لَفَتَحْنَ عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Biz göylərdən və yerdən bərəkət nazil edərik, bərəkət açardıq. Bərəkət süfrəsini Allah Teala açar. Bərəkət başımızın üzərindən yağar başımıza. Əgər imanlı olub və təqva sahibi olsaq. Və lakin kəddəbu, lakin deyir, yəni insanların çoxu təəssürlər ki, haqqı, Allahı təksib elədilər, iman gətirmədilər, təqva sahibi olmadılar ki, ona görə o ilahi bərəkətdən, ilahi rəhmətdən məhrum oldular. Bəli, bugünkü gün biz Allahdan bugünkü günün bərəkətindən payımızın çox olmağını, hissəmizin, nəsibimizin çox olmağını istəyirik. Allah bugünkü günün bərəkətlərindən mənim payımı, mənim nəsibimi bol elə, çox elə. Və səhhil səbili ilə xeyratihi. Allah bugünkü günün bütün xeyr əməllərinə, xeyr işlərinə yönələn yolunu asan elə. Elə ki, asan olsun Pərverdigara, mən nail olum, müvəffəq olum, bugünkü günün xeyr əməllərindən bolluca görə bilim. Xeyr işlərlə məşğul ola bilim. O xeyr işlər ki, mənim öz nəzərimdə yox, Allah sənin nəzərində, Xatamul Ənbiya, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və onun paki əhl-i beytinin nəzərində xeyr işlərdir, bəyənilən işlərdir, onların qəlbini xoş edən işlərdir. Allah bugünkü günün bütün xeyir əməllərinə gedən yolunu
açıq elə, asan elə ilahpərvərlik. Bəli, əzizlərim, elə əməllər ki var, hətta Allahın müqərrəb mələkləri biz insanlara verilən o fürsət ki var, bizim aramızda olan bəzi əməllər ki var, biz onu edirik, edə bilərik. Çox çətin də deyil. Allahın müqərrəb mələkləri ona arzu çəkir, iftə edir. Hədislərdə oxuyuruq. Yətəmənnə Cəbrail ən yəkunə minəl bəşər fi səb'əti məvazih. 7 yer var ki, Cənab-ı Cəbrail, o müqərrəb mələk təmənna edir, arzu edir ki, kaş mən də bəşər olaydım, mən də insan olaydım. İnsanlar içərisində elə əməllər ki var, mələklərdə yoxdur ki, Cənab-ı Cəbrail mələk belə təmənna eləyib, arzu eləyib ki, kaş bəşər olaydım. Onlar hansı əməllərdir? O əməllərə görə Allahın sonsuz lütfi, sonsuz böyük bir mükafatı vardır. Biri, 2 küslünü barışdırmaq. Əs-sulh beynəl isneyn. 2 küslünü barışdırmaq, aralarında sülh yaratmaq. Namaz, cemaat namazı, salatul cemaə, cemaat namazı. Alimlərin məclisində iştirak eləmək. Mücaləsətul ulema. Hədislərdə var ki, alimlərin məclisində oturmaqlıq, din əhli ilə oturdurmaqlıq, dindar insanla, təmiz əqidəli insanla yoldaşlıq eləmək, onun məclisində oturdurmaq eləməklik, şərəfud dünya vəl axirə. Həm dünyanın, həm də axirətin şərəfidir. Bəli, Cəbrail, neçə xeyir əməllər ki var, Cəbrail arzu çəkib və iyadətul məriz, xəstəni başa çıxmaq. Bir mömin qardaş ya möminə xanımlar, bir möminə bacı xəstələnibsə, onu gedib başa çıxmaq, xəstəni əyadət etmək. O qədər böyük səvabı var ki, hədislərdə var ki, əlbəttə bu məcazi mənada deyilir, bir mömin xəstələnərsə, onun görüşünə getmək, onu başa çıxmaq, ona baş çəkmək, Allahı ziyarət etmək kimi sayılır. Cənab-ı Cəbrailin arzu çəkdiyi o əməllər ki var, insanlar arasındadır ki, Cəbraildir, kaş mən də bəşər olaydım ki, o əməllərdən biri də budur ki, mən məşğul olaydım, biri də təşyiyul cənazə. Bir şəxs dünyasını dəyişib, rəhmətə gedib, onun cənazəsini müşayiət etmək, təşyiyi cənazə deyərlər, orada iştirak eləməyin böyük səvabı vardır. Ki, bizim fiqh kitablarında, əməliyyə risalələrində ki, müfəssəl yazılıb bu haqda. Onun adabı, qaydası və səvabı haqqında buyurulub. Bəli, təşyiyi cənazədə iştirak etmək, Cənab-ı Cəbrail mələk arzu çəkib ki, kaş mən də bəni Adəm olaydım, Adəm övladı olaydım və bu işlərdə iştirak edəydim. Və səqyul ma, susuz adama su verməyin səvabı ki, insanlar biri digərinə susuza su verirsən, xüsusən bu mübarək Ramazan ayında ki, birinə iftar verirsən, bir içim su, bir xurma, bir iftar verirsən, təam verirsən, susuz adama su vermək və ikramul car vəl yetim, bir də qonşuya və yetimə yaxşılıq etməyin savabı o qədər böyüdür ki, Cənab-ı Cəbrail müqərrəb mələk bizim bu işlərə baxanda, insanların bu işlərinə baxdıqca ki, təmənna edir, arzu edir ki, mən də kaş bəşər olaydım. Bəli, Allahım, bugünkü gündə xeyrat, xeyir əməllərə gedən yolumu asan elə və la təhrimni qəbulə həsənatih. Ya hadiyan iləl haqqil mubin. Ey açıq aşkar haqqa hidayət eləyən Allah. Bugünkü günün həsənatının, əməllərinin qəbulunda məni məhrum eləməginən. Allah dualarımızı, hacətlərimizi Allah qəbul eləsin. Ki, və necə ki bu duanın axırında dedik, Allah bugünkü günün həsənatında, yaxşılıqlarında, yaxşı əməllərin qəbulunda Allah bizləri məhrum etməginən Muhammedin ehtiramına tutduğumuz orucları, ibadət itaətləri qəbul etkinən. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.